Testlərin həllinə baxaq. Birinci çalışmada cəmi hasil şəklində göstərin. Sayırıq 1, 2, 3, 4, 5 dənə 4x var. Yəni biz bunu yazmalıyıq. 5 vurulsun 4x, 5-i də 4-ə vurduq 20x. Yəni cavab B variantı. İkinci, tənliyindən A-nı tapın. Əvvəlcə 8A-ları baxırıq. 3 dənə 8A var. Yəni 3 vurulsun 8A bərabərdir 144. 24A bərabərdir 144-ə, A da bərabərdir 144 böl 24, A da bərabərdir 6. C variantı. Üçbucağın tərəfi ardıcıl cüt natural ədədlərdir. Bilirik ki, üçbucağın 3 dənə tərəfi var. Yəni ardıcıl cüt ədədlərdə biz 2x, 2x üstəgəl 2 və 2x üstəgəl 4 şəklində işarə edirdik cüt dediyinə görə. Perimetr 36 və perimetrdə 3 tərəfin cəminə bərabərdir. Ona görə yazırıq 2x üzərinə gəl 2x üzərinə gəl 2, 2x üzərinə gəl 4 bərabərdir 36. Dəyişənlərə baxırıq. 2x, 2x 3 dənədir. Yəni 3 vurul 2x, 6x üzərinə gəl. 2 ilə də 4-ü topladıq 6. Çünki burada ədədlərimiz 2 və 4-dür də. 2 ilə 4-ü topladı 6 bərabərdir 36. Buradan 6x bərabərdir 36 minus 6. 6x bərabərdir 30-a. X da bərabərdir 30 böl 6. Yəni x bərabərdir 5. Görə bizdən nə istəyir? Böyük tərəfini istəyir. Biz x-i tapmışıq. Amma axı bizdə tərəflər 2x, 2x üstəgəl 2. Böyük tərəfimiz demək 2x üstəgəl 4-dür. 2 vurulsun 5 üzərinə gəl 4, yəni 14. 14-də D variantı. Dördüncü sual. Avtomobilin qiyməti 18.900 manatdır. İlkin ödəniş olaraq 85.000 manat və hər ay A manat pul ödəyəcəyini bildirdi. 5 aydan sonra. Əgər bir ayda A manat ödəyirsə, 5 aydan sonra 5A manat ödəyəcək. Və də ki, ilkin ödəniş olaraq 85.000 də bu verib. Yəni ilkin ödənişimizin üzərinə 85.000-in üzərinə 5A-nı gəlir. Bu, bunun verdiyi puldur. Qalan pulun məbləğini istəyir. Cəmi də 18.900 manat verməlidir. Biz bundan çıxmalıyıq 8.500 üzərinə gəl 5A-nı. Yəni bu şəkildə ifadə, çünki bu burada A dəyişən olduğuna görə dəyişənli ifadə alacağıq. Bu da bizdə olur A variantı. 5-ci. Sürəti, bilirik sürəti biz V ilə işarə edirik. V bərabərdir 120 km bölünsün saat. Avtomobil 480 km yolu. Yol S ilə işarə olunur. 480 km. Neçə saata gedər? Bizdən T-ni istəyir. Düsturumuz S bərabərdir VT, yəni gedilən yolu. Yəni biz buradan T-ni tapsaq, T nəyə bərabərdir? Gedilən, yəni vuruq hasildə, məchul vuruğu tapanda hasili, yəni hasili məlum vuruğa bölür. Kəsir xəttdə də bilirik, axı bölmədir. Ona görə yazsaq 480 bölünsün 120, bu da eləcək 4. Yəni B variantı. 5-ci sual B. 6-cı sual. Aralarındakı məsafə eyni zamanda qarşı-qarşıya hərəkət edir. Biri buradan A və B olsun məsələn. Aralarındakı məsafə 850. Bax, buradan bura qədər məsafəmiz 850. Qarşı-qarşıya sürətləri biri belə gəlir, biri də buradan gəlir. Birinin sürəti 90, birinin sürəti isə 80. İki avtomobil yola düşdü. 3 saatdan sonra onlar arasındakı məsafəni tapmaq üçün hansı ifadəni? 3 saata bu qədər yol gələcək. Yəni 3 vurulsun 90. 3 vurulsun 90. Bu 3 saata gələcək. 3 vurulsun 80. Ta ki bunlar gəldi, biri gəldi burada dayandı, biri gəldi burada. İndi bizim bunu istəyir, bu məsafəni tapmalıyıq. Demək biz nə etməliyik? Ümumi yoldan çıxmalıyıq
3 vurulsun 90'ı bizdən ifadə istəyir deyə hesablamadım. 3 vurulsun 90 üzərinə gəl 3 vurulsun 80'i. Yəni cəmini çıxmalı. O da bərabərdir 850'dən hər ikisini də ortaya qoyub 3'ü çıxarıram. Olur 90 üzərinə gəl 80. Yəni bizdə ifadə istədi deyə bunu yazdıq sadəcə. O da olur A variantı. 7. X plus Y tap deyir. Deməli 3x üzərinə gəl 3x bərabərdir 30. Buradan 2 dənə 3x var da, yəni 2 vurulsun 3x yaza bilərik ya da 3 ilə 3 6x yaza bilərik 30. 6x bərabərdir 30'a, x də bərabərdir 30 böl 6, x bərabərdir 5. İndi y-ləri sayıram. 1, 2, 3, 4 dənədir. Yəni 4 vurulsun 2y olacaq. Bərabərdir 16 vurulsun x. Biz də x-in qiymətini tapdıq. Axı, bax bu 5'i gətirib burada yerinə qoyuruq. Olur onda 8y bərabərdir 80'ə. Y də bərabərdir 80 böl 8'ə. Y də bərabərdir 10'a. Bizdən cavab olaraq isə x üstə gəl y istəyir. Yəni 5 üzərinə gəl 10 bərabərdir 15. D variantı. 8-ci sual. X bərabərdir 4 olduqda cəmini tap. Yəni A verib bizə ifadə 5x üstə gəl 3. Burada da şərtdə də verib ki x bərabərdir 4. 5 vurulsun da bilirik ki 5x 5 vur deməkdir. 5 vurulsun 4 üstə gəl 3. 20 ilə də 3'ü topladıq 23. İndi B-ni verib ki B bərabərdir 6x minus 7. Yəni 6 vurulsun 4 minus 7. 24'dən də 7'nə çıxdıq. 17. 17. İndi bizdən A üstə gəl B-ni istəyir. A üzərinə gəl B də bərabərdir. 23 üzərinə gəl 17. Bu da 40. Yəni C variantı. 9-cu sual. Kater 3 saat axınlı. Yəni bunu T işarə edək. Axınlı. Ta ki biz çayımız bax bu istiqamətdə axır. Belə götürək bu istiqamətdə axır. Onda axınlı. T axınla 3 yazaq. 3 saat axınla. Kater 3 saat axınla 7 saat axına qarşı. Yəni axına qarşı bunda yazıram 7. Katerin sürəti, yəni V kater bərabərdir A-ya. Çayın axma sürəti V çay bərabərdir 2'yə. Katerin ümumilikdə getdiyi yol üçün, yəni ümumi nə qədər yol gedəcək. Yəni həm axınla, həm axına qarşı. Axınla gedəndə bilirik ki nədir? Ümumiyyətlə düsturumuz S bərabərdir V T'dir. Sadəcə axınla gedəndə çayla katerin sürətini toplayırıq. Çünki çay da həmin katerə köməklik edir, sürət daha çox olur. Ona görə biz V'nin yerinə V kater üzərinə gəl V çay yazırıq. Vurulsun T olacaq, yəni axınlı. O da bərabərdir. Kater qiymətlərini yerinə qoyaq. Kater A üzərinə gəl çay 2 vurulsun axınla da 3. Bu oldu axınla gedilən yolumuz. Axına qarşı isə katerin sürətindən çayın sürətini çıxırıq. Çünki kater getdikcə çay onu itələyir, sürəti daha azalır. Yəni V'nin yerinə yazacaq biz V kater çıxılsın V çay. Yəni vurulsun T axına qarşı. O da bərabərdir. İndi yenə yerinə yazsaq A çıxılsın 2 zamanımız da 7 idi. İndi bizdən ümumi yolu istəyir də. Yəni S bərabərdir S axınla üzərinə gəl axına qarşı. İfadələri yerinə yazsaq yəni bu A üzərinə gəl 2 vurulsun 3 üzərinə gəl A çıxılsın 2 vurulsun 7. İndi burada bilirik vurğuların yerini dəyişəndə hasil dəyişmir. Cavab variantlarına uyğun yaza bilərik. Yəni 3 vurulsun A üstə gəl 2 üzərinə gəl 7 vurulsun A çıxılsın 2. Yəni 3 vur A üstə gəl 2 A üstə gəl 7 vurulsun A çıx 2, yəni D variantı.
10-cu sualda isə uyğunluqdur. Birinci, biz ifadələrimizi sadələşdirək, sonra yazaq. 3 dənə 4x var. Yəni 3 vurulsun 4x, 12x. İkincidə 1, 2, 3, 4 dənə 5x var. 4 vurulsun 5x, oldu 20x. Üçüncüdə isə 3 dənə var. 3 vurulsun 8x, oldu 24x. İndi baxaq. A variantı 12x, o birinciyə uyğun gəlir. B 20x ikinciyə uyğun gəldi. C 25x heç birinə. D-də 3 vur 4x bu birinciyə uyğun gəlir. Y-də 24x da üçüncüyə uyğun gəlir. Yəni cavablar oldu uyğunluqda. 1 A, D, 2 B, 3 Y.